Salam dostlar, hələ işləyəm. Pasiyentim olacaq, onu gözləyirəm və bu zamandan istifadə edib qısa maarifləndirici bir video çəkmək qərarına gəldim. Çünki vaxtımız çox dəyərlidir. Hər zaman da vaxt edə bilmirəm bu aralarda. Biraz mərkəzin açılışı ilə bağlı başımız qarışıqdır. Demək, hamını narahat edən bizim ətrafımızdakı mənfi enerjili insanlardan özümüzü necə qorumalıyıq? Ümumiyyətlə, öz enerjimizi, öz enerji alanımızı necə hər zaman yüksək və təmiz saxlamalıyıq? Gözəl dostlar, mənfi enerjili insanlar hər zaman ətrafımızda olur. Və biz bunun fərqinə varanda özümüzü müdafiə etməyə başlayırıq. Yəni, bir insandan biz mənfi enerji hiss ediriksə, bədən avtomatik olaraq sənə beyinə siqnal göndərir ki, bu insandan özünü qoru. Bədənin sənə göndərdiyi siqnallara qarşı heç vaxt etinasız olma. Həmin anda hiss etdiklərin boşuna deyil. Və öz enerjinizi hiss etdik ki, bu insandan bizə ziyan gələ bilər. Burada öz enerjinizi, öz alanımızı, enerji alanımızı necə qorumalıyıq? Pislik edən insanlardan çalışdıqca uzaq gəzəcəyik. Pislik edən insana pisliklə cavab verməyəcəyik. Pislik edən insan zaten daxilindəki pislikləri sənə yansıdır. Sənə qarşı düşüncələri yaxşı deyil. Yaxşı olmayan bir şeyi biz qəbullanarıqsa, biz alarıqsa üstümüzə, o bizi məhv edər. Biz onun verdiyi cavabı vermiş olsaq, biz də onun enerji alanına daxil olmuş olacaq və öz enerji alanımıza da onu daxil etmiş olacaq ki, pislik bizə də bulaşacaq. Yadınızda saxlayın, pislik edən insanlar, pis olan insanlar belə deyil. Onlara düşmən lazım deyil. Zaten onlar öz pisliklərində boğulurlar. Gecə sən rahat yatanda onlar yata bilmirlər. Sənin uğuruna, sənin bacarığına, sənin əldə etdiyin hər bir şeyə görə narahat qaldıqları üçün özlərinə günlərini, yuxularını haram edirlər. Onlara düşmən lazım deyil. Onlara veriləsi cavab onları öz halına buraxmaqdır ki, öz enerji alanını da bu cür qorumuş olarsan. Və o enerjini sənin üçün yaxşı olan şeylərə sərf et. O enerjini öz həyatına, öz sevdiklərinə, öz istədiklərinə sərf et ki, o cür insanlara sərf edib enerjini, zamanını boş yerə tükətmə. Bu qədər özünüzdən müğayət olun, o cür pis insanlardan da uzaq olun.